Hoş gördük tamaşaçılar. Bu brandingdir ve verilişimizə ictimai televiziyada baxırsınız. Və Bilik Kubuku uğrunda oktyabr, noyabr və dekabr aylarının çempionları iştirak edəcək. Hal-hazırda 13 bölgəmizdən, 8 universitetimizdən 23 komanda hədiyyələr və ən əsası Bilik Kubuku uğrunda mübarizə aparır. Gəlin görək ringə kim çıxmaq istəyir? Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Buyurun, sizi qırmızı masa arxasına dəvət edirəm. Nicat Əzimzadə, Səid Məmmədli, Kərim Kərimli, Eldar Həsənli, Rəşad Şahverər və komandan kapitanı Mahil Babaşov öz yerlərini qırmızı masa arxasında alırlar. Uğurlar. Yaxşı. Ringə başqa kim çıxmaq istəyir? Bir bank komandası ardadır. Gəlin, yaşıl masa arxasına. Akif Məhrəmov, Rüstəm Babayev, Rahib İsmailov, Rıza Dadaşzadə, Surxay Əlizadə və komandan kapitanı Gündüz Abbaszadə yerlərini alırlar. Və görək yaşıl masa arxasından qalib duracaqlar, yoxsa tələbələr onları da tribunalara geri qaytaracaq. Hesab sıfırlanır, ikinci döyüş başlayır. Və ilk sual bir xal dəyərində. Gəlin görək, ikinci finalçımız kim olacaq? Amerika azadlıq müharibəsi zamanı 20 minə yaxın Afro-Amerikalı Britaniya imperiyası tərəfdə Amerika Birləşmiş Ştatlarına qarşı vuruşurdu. Onların motivasiyası nə idi? Vaxt. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, buyurun. Kim cavab verir? Mail. Səid cavab verir. Aha. Onlar düşünürlər ki, yəqin quldarlıq qaldırılacaq. Onların motivasiyası buydu. Tamamilə doğrudur. Tamamilə doğrudur. Amerika Birləşmiş Ştatlarında onları köləlik gözləyirdi. Azadlıq əldə etmək üçün bunu etmişdilər. İlk xal Azərbaycan Dövlət Neft və Sənaye Universitetində. Əliağa Kürçaylı Edinburqda səyahətdə olarkən yazdığı şeirində hansı peşə sahiblərinin tətil etməsinə görə bütün şəhəri çirk bastığını bildirmişdi? Vaxt. Buyurun. Təmizlikçilər, zibili təmizləyənlər. Şeirə qulaq asın. Bir aydır zibilçilər, bütün süpürgəçilər işləmir tətildədir. Edinburqda bunun üçün küçələr zibildədir. 2-1. Növbəti sual. Gündüz, adətən siz əlinizlə ağzınızı bağlamışsınızsa, bu deməkdir ki, gərginsiniz. Mən bilirəm. Çünki daha arxayın olanda sanki əlləriniz yanınızda olur. Sizi bu gərginliyi nə yaşadır? Narın əvvəlki uğursuzluğu yoxsa nə? Yox, bizim ötən mövsümki uğursuzluğumuz ilk növbədə. O vaxtdan qalır. İkinci növbədə də oyundur və oyunun gərginliyi var. Oyun həyəcanını yaşayır. Belə bitməyib. Rəqibimiz də çox ciddi rəqibdə uğurlar arzulayır. Uğurlar. Dostlar, Percy və Mary Shelleylər İngiltərədən Fransaya yollananda Mary'nin ögey bacısı Clara Claremont da onlarla bir yerdə idi. Müəyyən situasiyalarda bu onlar üçün xoş olmasa da, bəzən Clara'nın yanlarında olması işlərinə yarayırdı və bunun səbəbi nə ola bilərdi? Vaxt. O tərcüməsilə eləyirdi, tərcümə eləyirdi lazım olananda. Clara Claremont fransız dilini bilirdi. Doğrudur, 3-1. 1922-ci ildə Smolenskdə doğulan bu şəxs bir mənbədə əməkdar canavar da adlandırılmışdı. Söhbət kimdən gedir? Vaxt. Eldar cavab verir. Buyurun. Bu Papanov da o canavar rolunu səsləndirmişdi. Tamamilə doğrudur. Nupagati çizgi filmindəki canavarı o səsləndirib. Hesab bərabərləşdi. Dövlət Neft və Sənaye Universiteti heç vaxt olmadığı qədər gərgin bir döyüşdən bu məqamda lazım olanı edir və hesabı bərabərləşdirir. Daha bir sual. Antonio Gaudi deyirdi, Yunanlar sikloplardan necə fərqlənirsə, Katalonlar da onlardan elə fərqlənir. Kimlərdən? Vaxt. Yenə işi qırmızı masada yanır. İspanlardan. Doğru cavab 4-3. Nə baş verir? Favoritlər gördüyünüz kimi daha gənc komandaların kölgəsində qalır və Dövlət Neft və Sənaye Universitetinin üstünlüyü bir banka heç cür bu tilsimi qırmağa imkan vermir. Antonio Gaudi Park Güell üçün İtaliyadan qab-qacaq sifariş edirdi və onları alanda nə edirdi? Vaxt. İşıq yenə qırmızı masada yanıb. Səid cavab verir. Buyurun Səid. Bəlkə onları sındırırdı. Sındırırdı, qəribə deyil. Qəribə adam o belədir. Və sonra parkdakı skamya və heykəlləri onlarla bəzəyirdi. 500. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bir banka qalib gələrək final döyüşlərinə masa arxasında qalır.
Onların rəqibi xatırladıram ki, yaşıl masa arxasına gələcək UNEC-dir. Qarşılayın. Xəyyam Cəbrayılov, Cabbar Qasımzadə, Muxtar Cəfərov, Vaqif Süleymanov, Bəhruz Şabılı və komandanın kapitanı Rəşad Ağayev yaşıl masa arxasına gəlirlər. Xatırladıram ki, oktyabr ayının finalına çıxacaq komandanı müəyyən edirik. Qırmızı masa ətrafında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası, yaşıl masa ətrafında isə UNEC komandasıdır və bugün qalib gələcək komanda ayın finalında oynamaq üçün yarışır. 5 xala qədər oynayırıq. İlk final döyüşü hesab 0-0 1 xal. Rəşad, xeymə sözünü eşitmişsiniz? Xeyr. Dağların başında. Həmin mahnıda o sözü... Yadıma düşdü bə. Bax, xeymə sözü ərəb dilindən tərcümədə çadır mənasına gəlir. Və mahnıda da bu barədə oxunur. Bəs 11-12-ci əsrlərdə yaşamış hansı məşhur şəxs öz təxəllüsünü çadır ustası olan atasının peşəsindən götürmüşdü? Vaxt. Buyurun, Dövlət Neft və Sənaye Universiteti. Səid cavab verir. Bəlkə Ömər Xəyyam. Oo. Maraqlı faktı yox. 1-0. Tamamilə doğrudur. Tamamilə doğrudur. Növbəti sual 2 xal dəyərində. Özünü anti-Stratfordçular adlandıran bir qrup şəxs məşhur bir şəxs haqqında məlumatlar toplayır və onun real olmadığına inanırlar. Bəs həmin məşhur şəxsi biz hansı ad və soyadla tanıyırıq? Vaxt. Straightforward asad deyil. Straightforward, yəni köpük, ağ köpük var ya, sarılan Straightforward deyil, eminim. Straightforward. Mən də asadla qaçam. Bəlkə Sherlock. İmkanına baxdım bəlkə. Şimdi ki biz inanırıq ki o olub, amma əslində olmuyor. Buyurun. Suala Vaqif cavab verəcək. William Shakespeare deyə bir versiyamız var. Doğrudur, doğrudur. Onun növbəti sual, yenə bir xal dəyərində. Elektrik feni 1920-ci illərin əvvəlində Amerika Birləşmiş Ştatlarında icad edilib və tez bir zamanda əhalinin əhəmiyyətli bir hissəsi arasında populyarlıq qazandı. 60-cı illərdə isə bu cihazların satış həcmi kəskin şəkildə az qala 2 qat artdı. Hansı səbəbdən? Vaxt. İşıq qırmızı masada yanıb. Dövlət Neft və Sənaye Universiteti. Səid cavab verəcək. Çünki hippilər saçlarını uzadırdı ona görə. 2-2. Kişilər uzun saç saxlamağa başladıqdan sonra həqiqətən satışlar artdı. Növbəti sual, yenə bir xal. 1957-ci ildə hansı hadisədən sonra Mehdi Hüseynzadənin şəxsi əşyaları ailəsi tərəfindən Tarix Muzeyinə verilmişdi? Vaxt. Dövlət Neft və Sənaye Universiteti buyurun. Səid cavab verəcək. Sovet İttifaqı qəhrəmanı adını alandan sonra. Tamamilə doğru cavab. 3-2. Səid, mən əvvəlki mövsümlərdə də sizin Dövlət Neft və Sənaye Universiteti komandasına belə deyək, necəsə aidiyyatınız olduğunu hiss etmişdim. Amma indi siz elə oynuyorsunuz ki, elə bil ki, bütün komanda bir yana, siz bir yana. Bu parlaq oyununuzu necə izah edirsiniz? Əslində qalanda komanda oyunudur əslində. Belə ayrılıqda mənim oyunum deyil. Komandanın oyunu sadəcə cəmləşdirib, toplayıb cavab verməyə bacarırıq. Siz öz versiyalarınızı səsləndirirsiniz, yoxsa komanda Bizdə məsələ orasında ki, stolda hamı cavabı bilir, məsələ orasındadır. Ona görə də belə problem siz cavab deyil. verirsiniz? Yəqin Mail məni çox istəyir ona görə. Mail, bu barədə növbəti döyüşdə danışacaq. Hələlik isə birinci final döyüşü və gördüyünüz kimi üstünlük Azərbaycan Dövlət Neft və Sənaye Universitetində. Növbəti sual 2 xal dəyərində. Rəqibə elə fürsət verdiniz ki, indi bu döyüşün qalibi olmaq üçün onlara sadəcə bir suala cavab vermək lazımdır. Hansı İtalyanın ilk adı Jumpman idi? Vaxt. Buyurun, UNEC komandası kim cavab verəcək? Vaqif cavab verəcək. Buyursun. Super Mario. Doğru cavab. Və hesab 4-3. İlk döyüşdə qalib gələ biləcəyi halda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti fürsəti əldən vermiş olur. Növbəti sual 1 xal dəyərində. Dostlar, 1996-cı ildə Atlantada keçirilən yay olimpiya oyunları çərçivəsində Amerika Birləşmiş Ştatları Yugoslaviya oyununun fasiləsində Məhəmməd Əli Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Juan Samaranch tərəfindən nə ilə mükafatlandırılmışdı? Vaxt. Dövlət Neft və Sənaye Universiteti buyurun.
Eldar cavab verir. Buyursun. O Romada qazandığını atmışdı Vyetnam müharibəsinə qarşı çıxmaq üçün. Onu təzədən vermişlər 96-da. Neyi? Həmin o qızıl medalı 60-cı illərdə Olimpiya qızılı qazanmışdı Romada. Sonra atmışdı. Ona təzədən verdilər 96-cı ildə arada. Doğru cavabdır. 4-4 hesab bərabərləşdi. Dövlət Neft və Sənaye Universiteti tələbələrinin ruhuna uyğun hələ də meydanı tərk etmir. Növbəti sual. ABŞ prezidenti Lyndon Johnson kimləri yalnız bir nəfər tərəfindən seçilən və maaş almayan dövlət qulluqçusu adlandırırdı? Vaxt. Yunan komandası buyurun, kim cavab verir? Vaqif cavab verəcək. Vaqifin doğru cavabı komandanı döyüşün qalibi edər. Buyurun Vaqif. First Lady. Nə deyirsiniz? Başa düşmürəm. Prezidentlərin həyat yoldaşları, First Lady'ləri bu qədər yəni. Təəccüblənirsiniz. Nə məsələdir? First Lady, Amerika birinci xanımı. Doğru cavabı 5-4. Nəyə təəccüblənirsiniz? Hələ də inana bilmirlər ki, onlar buradadılar. Çünki yadınızdadır, çox güclü bir rəqibə qalib gəldikdən sonra Yunek finala çıxdı və indi finaldakı yerində belə qalib gələcəyinə hələ də inanmır. Amma qalib gəlir. İlk döyüşün qalibi Yunek komandasıdır. Daha bir qələbə onları oktyabrın finalında yer sahibi edə bilər.